Herkes salamlayıram. Bugün sizlərə yumuşaq ağızda əriyən halvanın reseptini bölüşəcəm. Əgər siz də halva hazırlamaq istəyirsinizsə, o zaman bu reseptlə hazırlayın. Halvanın şərbəti üçün 1 stəkan şəkər tozu və yarım stəkan sudan istifadə edirəm. Mən hazırladığım halva 2-3 boşqablıqdır. Əgər siz 5-6 boşqablıq istəyirsinizsə, videonun sonunda miqdarlarını bildirirəm. Şərbət qaynara düşən kimi çay qaşığının ucunda limon duzu töküb qarışdırıram. Qazın altını söndürüb qoyuram soyumağa. %150 qram kərə yağını tavaya alıb əridirəm. Tam əridikdən sonra 1 stəkan unu əlavə edib qarışdırıram. Unun rəngi dəyişənə qədər qovururam. Bir çimdik duz töküb qarışdırıram. Onun rəngi dəyişəndə çay qaşığının ucunda sarı kök əlavə edib qarışdırıram. Şərbəti də əlavə etməyin zamanıdır. Şərbəti də tökdükdən sonra qarışdırıram. Qazın üzərində 1-2 dəqiqə qaldıqdan sonra götürürəm.
Və budur, ləzzətli halvam hazırdır. Siz də bu reseptlə hazırlayın, əmin olun ki, halvanız çox ləzzətli olacaq. Yumuşaqlığını videonun əvvəlində zaten göstərmişdim. Halvayı istədiyim kimi formanı verib bəzəyirəm. Siz də zövqünüzə uyğun bəzəyə bilərsiniz. Bu reseptlə 2-3 boşqab halva çıxır. Əgər siz 2-3 boşqablıq deyil də daha çox olmağını istəyirsinizsə, o zaman 1 stakan şəkər tozu yerinə 2 stakan şəkər tozu, 2 stakan un və 150 qram yağ yerinə 300 qram yağdan istifadə edə bilərsiniz. Başqa suallarınız olsa rəy bölməsində gözləyirəm. Videolarımın sonunda hər zaman bildirirəm. Kanalıma əgər abunə deyilsinizsə abunə olmağı unutmayın. Abunə olun ki, növbəti videolarımı qaçırtmayasınız. Kanalıma dəstək üçün videonu bəyənib rəy yazsanız çox sevinərəm. İzləyən hər kəsin dəstəyini gözləyirəm. Hazırlayan hər kəsə nuş olsun. Videonu sona qədər izlədiyiniz üçün təşəkkürlər.